Demokratik Cumhuriyyətin 90 illik yubileyi Türkiyədə də möhtəşəm şəkildə qeyd edilib. Azərbaycanın Türkiyə səfirliyinin paytaxt Ankaradakı Heydər Əliyev parkında təşkil etdiyi mərasimdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, nazirlər, deputatlar, dövlət və hökumət nümayəndələri, habelə Türkiyə Silahlı Qüvvələrinin baş qərargah rəisi Yaşar Böyükhanov da iştirak edib. Tədbirə həmçinin Azərbaycan Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev və onun Türkiyəli həmkarı Ərtoğrul Günay ilə ABŞ-ın Türkiyədəki səfiri Ross Wilson da qatılıb. Tədbir iki ölkənin himnlərinin oxunması ilə başlayıb. Daha sonra çıxış edən Azərbaycanın Türkiyə səfiri Zakir Həşimov günün önəmindən bəhs edib. Daha sonra isə səfir Zakir Həşimov, Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və baş qərargah rəisi Yaşar Böyükhanov birlikdə 3 rəngli bayrağımız rəngindəki tortu kəsiblər. Tortun dadına da birlikdə baxan qonaqlar iki ölkə münasibətlərinin daim inkişaf etməsini təmənni ediblər. Bundan sonra növbə konsert proqramına çatıb. Tədbirdə qonaqlar üçün Azərbaycan milli musiqisi səsləndirilib və milli rəqslərimiz nümayiş etdirilib.